Hörmətli dinləyicilər, Gələcəyin İşığı FM-in bugünkü buraxılışına xoş gəlmisiniz. Sizi düşüncələrinizi zənginləşdirən, yaradıcılığın ən ali qatlarına aparan bir günün işığı altında salamlayıram. Mən məktəbimizin 7B sinif şagirdi Əliyeva Nuray hər birinizə ruhən yaxın olmaq, sənətin ilahi mahiyyəti barədə söz açmaq və yaradıcı insanlara ehtiramımızı ifadə etmək üçün efirdəyəm. Bugün təkcə təqvimin müəyyən etdiyi bir tarix deyil, həm də daxili aləmin incəliklərini ifadə etmək gücünə sahib olan bütün sənətkarların bayramıdır. Elə buna görə də verilişimizin əvvəlində ilk olaraq məktəbimizin yaradıcı ruhunu daim yüksəkdə saxlayan, şagirdləri estetik zövq, incəsənət duyumu, rənglərin dili ilə düşünmə bacarığı aşılayan təsviri incəsənət müəllimimiz və rəssamımız Əfsanə Teymurovanı Beynəlxalq Rəssamlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uğurlar arzulayırıq. Bu münasibətlə onu bir daha məktəb kollektivinin yaradıcı simalarından biri kimi dərin hörmətlə yad edirik. Bugünkü buraxılışımız həm də Gələcəyin İşığı FM radiosunun 360-cı efiridir. Bu məktəb radiosu üçün sadəcə rəqəm deyil, uzun müddətli davamlılığın, gərgin zəhmətin, yaradıcı axtarışın və təhsil mühitimizdə yeni düşüncə mədəniyyətinin formalaşmasının mühüm göstəricisidir. Bu yol boyunca əldə etdiyimiz təcrübə hər bir buraxılışa daha böyük məsuliyyət, daha yüksək intellektual yanaşma və daha geniş dünya görüşü tələb edir. Bugün isə həmin buraxılışlardan biri kimi incəsənətin nadir qolu olan rəssamlıq sənətinə həsr olunmuş xüsusi bir verilişlə sizin qarşınızdayım. 8 dekabr Beynəlxalq Rəssamlar Günü dünyada təsviri sənətin insan həyatında oynadığı rolu xatırladan, yaradıcı təfəkkürün gücünü vurğulayan və sənətkar sərvətinin əhəmiyyətini bir daha gündəmə gətirən əlamətdar gündür. Rəssamlıq bəşəriyyətin minilliklər boyunca topladığı estetik düşüncənin, emosional yaddaşın və mədəni irsin ən qədim ifadə formalarından biridir. Qayaların üzərindəki petrogliflərdən tutmuş, məşhur dünya muzeylərində qorunan şahəsərlərə qədər geniş bir tarixi yol qət edən bu sənət növü həm də cəmiyyətlərin inkişaf mərhələlərini, insanların daxili dünyasını və dövrlərin mədəni səviyyəsini əks etdirən dəyərli mənəvi sərvətdir. Rəssamlıq təkcə fırça və rənglərin harmoniyasından ibarət deyil. O insanın daxili dünyasının elmi təsviridir, emosiyaların hərəkət trayektoriyasıdır, idrakin vizual modelidir. Mütəxəssislərin apardığı beynəlxalq tədqiqatlar sübut edir ki, təsviri sənətlə məşğul olmaq insan beyninin həm sağ yarımkürəsini, yaradıcılıq, təxəyyül və abstrakt düşüncə mərkəzlərini, həm də sol yarımkürəsini, məntiq, təhlil, ardıcıl kimi funksiyaları paralel şəkildə inkişaf etdirir. Bu baxımdan rəssamlıq həm psixoloji rahatlıq yaradan, həm də intellektual fəaliyyətə güc verən mühüm yaradıcılıq istiqamətidir. Azərbaycan təsviri incəsənəti isə özünə məxsus məktəbi, zəngin tarixi və müasir inkişaf vektorları ilə seçilir. 19-cu əsrdən başlayaraq formalaşmış realist rəssam məktəbi, 20-ci əsr modernist cərəyanları, tətbiqi sənətin milli ornamentləri və bugün dünya miqyasında tanınan rəssamlarımızın fəaliyyəti ölkəmizin incəsənət xəritəsində xüsusi yer tutur. Dövlət tərəfindən yaradılan muzeylər, qaleriyalar, sərgi məkanları, rəssamlıq təhsili müəssisələri bu sahənin davamının inkişafına ciddi töhfə verir. Son illərdə aparılan statistika göstərir ki, Azərbaycanda təsviri sənətlə məşğul olan yaradıcılıq qruplarının və sərgilərin sayı əvvəlki dövrlərlə müqayisədə 2 dəfədən çox artıb. Bu isə ölkəmizdə sənət mühitinin daim genişləndiyini nümayiş etdirir. Məktəb mühitimizdə təsviri sənətin rolu xüsusilə önəmlidir. Çünki elə yaradıcı baxışın formalaşması məhz məktəb yaşlarından başlayır. Burada müəllimlərin rolu əvəzolunmazdır. Rəssamlıq müəllimləri şagirdlərə yalnız rəngləri, kompozisiyanı, perspektivi öyrətmir. Onlar həm də gənc nəslin zövqünü formalaşdırır, dəqiq müşahidə qabiliyyəti yaradır, estetik düşüncə sistemi qurur. Məktəbimizin təsviri incəsənət müəllimi Əfsanə Teymurova da məhz bu missiyanı yüksək peşəkarlıqla yerinə yetirən yaradıcı pedaqoqlardandır. Onun dərsləri sadəcə bir fən olaraq deyil, həm də şagirdlərin daxili dünyasında rənglərin harmoniyasını yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də bu günün münasibəti ilə onu təkrar təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayır. Rəssamlıq insan şəxsiyyətinin formalaşmasına təsir edən mühüm mənəvi dayaqlardan biridir.
Dünyanın aparıcı psixoloq tədqiqat mərkəzləri təsdiq edir ki, təsviri sənətlə məşğul olan şagirdlərin diqqət, yaddaş, emosional idarə etmə, problem həlli və kreativ düşünmə bacarıqları digər sahələrlə məşğul olanlara nisbətən daha yüksək olur. Bu amil məktəblərdə incəsənət fənlərinin əhəmiyyətini bir daha ortaya qoyur. Bugün Beynəlxalq Rəssamlar Gününü qeyd etməyimiz yalnız yaradıcı insanlara ehtiram deyil, həm də gələcəyə inamın, estetik mədəniyyətin inkişafının və bədii təfəkkürün yüksəldilməsinin vacibliyini vurğulamaq üçündür. Rəssamlıq insanlara özünü ifadə imkanı, emosional sabitlik, düşüncələrin vizuallaşdırılması bacarığı verir. Hər bir rəsm əsəri öz dövrünün mənəvi ensiklopediyasıdır və biz həmin ensiklopediyadan öyrənməklə həm tariximizi, həm kimliyimizi, həm də dünya görüşümüzü genişləndiririk. Dəyərli dinləyicilər, verilişimizin bu buraxılışda sona yaxınlaşır. Sizinlə bölüşdüyümüz fikirlərin hər biri incəsənətin, xüsusilə də rəssamlığın insan həyatında oynadığı əvəzsiz rolu bir daha nümayiş etdirdi. İncəsənət düşüncələrimizi işıqlandırır, ruhumuzu ucaldır və bizi gələcəyə daha böyük inamla aparır. Sonda bir daha Beynəlxalq Rəssamlar Günü münasibəti ilə rəsm sənətinə könül verən bütün yaradıcı insanları, o cümlədən məktəbimizin istedadlı müəllimi Əfsənə Teymurovanı təbrik edirəm. Gələcəyin İşığı FM-in 360-cı buraxılışını dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Növbəti verilişlərdə yenidən görüşmə ümidi ilə hər birinizə yaradıcı düşüncə, aydın fikir və nurlu gələcək arzulayıram.